Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün istəyirəm ki, keçən illəri əlavə olunan 2025-ci il deyək ona, əlavə olunan bəzi hissələr var idi. Ümumiyyətlə bununla bağlı mütəmadi kanalda mən video izahlar çəkəcəm sizə dəstək olmaq üçün. Bugün Gerund infinitiv hissəsi var, feilin şəxsiz formaları. Əvvəllər tam formada düşürdü, Gerund ayrı, infinitiv, participlelar ayrı düşürdü. Amma o son yeni toplumumuzda belə deyək, yeni toplumumuzda sadəcə gerund və infinitiv hissəsi var. O participle feili sifətlər çıxarılıb proqramdan. Orada sadəcə bir sual var, gerund infinitivdən fərqli olan, hansı mövzuya aiddir o? Passive causative. Passive causative nədir? İndi onun izahını verəcəm sizə. Passive causative feilin icbar növüdür. Bununla bağlı dediyim kimi bir dənə topluluda sual qalıbdır. Amma bir dənə də olsa, yəni imtahana düşmə ehtimalı var. Buna görə sadə bir mövzudur, kiçik bir hissədir. Bilməyiniz yaxşı olar. Elə 61-ci sualdır. Topluluda baxsaz, gerund infinitiv hissəsində 61-ci sual passive causative hissəsinə aiddir. Və burada diqqət edin, biz feilin şəxsiz formalarından birini qoymalıyıq. Şagirdlər burada daha çox qarışdırırlar, feil formaları gördüklərinə görə variantlarda düşünürlər ki, bu zaman testidir. Amma diqqət etsəz, bizim cümləmizin xəbəri var və bir sadə cümlənin hər zaman bir xəbəri olur. Yəni, bura qoyduğun artıq cümlə üzvü olaraq nə olmayacaq? Xəbər olmayacaq. Ona görə diqqət etmək lazımdır bu hissəyə. İndi bunun biz izahına da baxaq. Birinci baxaq görək. Passive causative nədir, necə düzəlir? Deməli, uşaqlar, icbar növ Azərbaycan dilində də görmüsünüz yəqin. İşi başqasına gördürməkdir. Dır, tır şəkilçilər vasitəsindən düzəlir Azərbaycan dilində. İngilis dilində passive causative düzəlir. Have feili və yaxud da get feili. Üstə gəlinsin. Hər hansısa bir objekt, yəni bir tamamlıq, hansı işi gördürürsənsə o, üstə gəlsin participle to. Participle to feili sifət 2-dir, düzdür, ayrıca mövzu kimi proqramdan çıxarılıb. Amma biz qaydasız feilləri də öyrənəndə onların participle to formasını öyrənirik. Hətta buradan qeyd edeyim. Qaydasız feillərin participle to forması necə düzəlirdi? O cədvəl var idi, qaydasız feillər cədvəli. Orada 3-cü sırada yazılan participle to'dur. Məsələn, bir dənə nümunə deyək. Tutaq ki, go feili keçmiş zamanı went'dir. Participle to forması gone'dır. Bəs qaydalı feillərdə həm keçmiş zaman, həm də participle to forması feilin üzərinə id şəkilçisi əlavə etməklə düzəlir. Yəni, bu həm keçmiş zamana aiddir, həm də participle to formasına aiddir. Deməli, biz hər hansısa bir feilin icbar növünü düzəltmək üçün have üstə gəlsin hər hansısa bir objekt, tamamlıq, üstə gəl participle to. Məsələn, tutaq ki, deyirəm, mən tutaq ki, maşınımı təmizlətdirdim. I had my car yudurtdum deyək, washed. Burada diqqət edin, had feili və washed feili bizə verir nəyi? İcbar növü. Ortada da hər hansısa bir gördürdüyümüz iş nədir? Maşınımız. Məsəl üçün, objekt yazırıq. Burada diqqət eləmək lazımdır sualda. Cümlənin xəbəri needdir. To have feili üstə gəlsin bir dənə object. Objektimiz nədir? Our computer. Yəni, mən kompüterimi neynədim? Yoxlatdırdım demək istəyirəm. Participle to qoymalıyıq. Check feili qaydalı feildir. Qaydalı feildirsə, biz onun participle to formasını necə düzəltməliyik? id ilə düzəltməliyik. Cavabımız olur burada Y bəndi. Hər hansısa bir qarşısında köməkçi feil olan variantları qətiyyən götürə bilməzsiniz. Checks də yalnız cümlədə xəbər ola bilər. Bizim cümləmizin xəbəri nədir? Need. Checkingdə ing və yaxud da participle one ola bilər, amma bizə participle to lazımdır. Ona görə cavabımız olur Y bəndi. Dediyim kimi, bununla bağlı bir dənə cəmi topluluda sual var. Amma imtahana düşmə ehtimalı varmı? Var. Ona görə bilməyiniz yaxşıdır. Digər topluya əlavə olmuş hissələr ki var, onların da hər birinə aid həm qayda izahları, yəni mövzu izahı, həm də sual izahı gələcək ki, sizə maksimum dərəcədə dəstək olaq, hər birinizə uğurlar.